Bir ana əgər doğru övlad yetişdirirsə, o cəmiyyətin güzgüsüdür. O güzgüyə hər gün o baxır və onunla bərabər onun minlərlə o uşağın, o övladın verdiyi töhfəli insanlar baxır o güzgüyə. Ona görə mən deyirəm ki, güzgülərimizi həmişə təmiz saxlamaq üçün o güzgülərimizə hər gün doğru baxıb ondan necə insan güzgüyə baxır, bir bənzətmə deyim və o güzgüyə baxdıqca hər zaman ondan özü gözəldirsə, hər şeyi gözəldirsə, o zövq alır. Güzgü ilə danışmağı öyrətsinlər kiçik yaşlarından övladlarına, orada öz təmasların, özünün o əxlaqi keyfiyyətlərin, pisdir, yaxşıdır, orada onu kəsb eləyəcək. Mənə ilk bibim öyrədib güzgü ilə danışmaq. Ona görə də qızıma öyrədirəm. Bilinçsiz olaraq bilmirdim. Bəli, onlar qızlardırsa, onlar bizim prinsessalarımızdır, onlar bizim zərif, zərafətli, gələcək analarımızdır, gözəllərimizdir. Oğlandırsa, o bizim gənc ordu qurucumuzdur, həyatımızın parçasıdır. Ailə məktəbi böyük məktəbdir. Ondan sonraki məktəblər isə onun davam edən bir xronikasıdır. Orada necə böyüyürsə, onu axtaracaq. Necə ki, gənc qızlarımız hər zaman kim nə deyir desin, öz atasına bənzər, onun xarakterində həmişə bir həyat yoldaşı arzulayır.